Azərbaycan Xalq Cümhuriyyəti heç şübhəsiz ölkə tariximizdə qızıl hərflərlə yazıla biləcək bir 23 ayı əhatə edir. Bu 23 ay ona görə möhtəşəmdir ki, çox çətin tarixi şəraitdə yaranıb və davam edib. Bu 23 ay ona görə qiymətlidir ki, hər şeydən öncə bu dövlət düşüncə, fikir dövləti idi. Bu 23 ay ona görə hər kəsin qəlbini fəth edib ki, dünyanın gəlmiş-keçmiş ən imperialist dövlətlərindən biri olan Rusiyanın tərkibindən ayrılaraq müstəqil dövlət yaranmışdı. Bəs bu dövlət necə yarandı? Necə fəaliyyət göstərdi? Necə dağıldı? Bu gün, yəni 28 may tarixində Cümhuriyyətin yaranmasının 104 illiyində ondan danışacağıq. Azərbaycanın siyasi tarixinin ən əlamətdar dönəmlərindən biri olan 1918-1920-ci illər. Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti. Bəzi izləyicilər soruşa bilər ki, yaxşı, hər şey okeydir. Bəs Cümhuriyyət nədir? Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dönəmdə ona yaradıcıları tərəfindən verilən ad elə bu cür olub. Qısaca AXC. Bəzi mənbələrdə siz bu dövlətin adını ADR kimi oxuya bilərsiniz. Lakin bir çox tarixçilər bu məsələdə onun AXC kimi adlandırılmasını üstün sayırlar. Məsələ ondan ibarətdir ki, rus dilinə tərcümədə Cümhuriyyət sözü Respublika anlayışı ilə əvəz olunduğu kimi, xalq hakimiyyətinə demokratik başlığı altında tərcümə ediblər. Və ortaya Azərbaycanskaya Demokratiskaya Respublika adı çıxıb. Sovet dövründə isə ümumiyyətlə Cümhuriyyət sözü işlədilməyib, fəqət nəzərə almaq lazımdır ki, dövlətin adını onu yaradanlar verir və bu səbəbdən biz də bu dövlətə Azərbaycan Xalq Cümhuriyyəti, qısaca AXC deməliyik. Necə oldu ki, AXC yarandı? Birinci Dünya müharibəsi bəşəriyyət tarixinin gördüyü ən böyük savaşlardan biri idi. Heç şübhəsiz qanlı olması ilə bərabər, siyasi arenanın şəkilləndirilməsi ilə də yaddaşlara həkk olunmuş bir cahan hərbi idi. 1613-cü ildən Rusiyada hakimiyyətdə olan Romanovlar sülaləsi isə öz əvvəlki qüdrətli dönəmlərini çoxdan geridə buraxmışdı. Müharibə isə onsuz da dağılma ərəfəsində olan imperiyanı daha da bərbad duruma soxmuşdu. Bildiyiniz kimi Azərbaycan da müvafiq olaraq 1813-cü il Gülüstan və 1828-ci il Türkmənistan müqaviləsi ilə şimali, yəni müasir Azərbaycan Respublikasının Rusiya imperiyasına, Cənubi Azərbaycanın isə İranın tərkibinə daxil edilməsi ilə iki yerə ayrılmışdı. Bu səbəbdən də Rusiya imperiyasında baş verən hadisələrin Azərbaycanı və eyni zamanda Cənubi Qafqazı da öz təsirində saxlaması heç şübhəsiz təəccüblü deyil. Rusiyada 1917-ci ilin fevralında təməl fəlsəfəsini Karl Marx və Friedrich Engelsdən almış bir inqilab başladı və bu inqilabın liderləri Lenin və Trotski kimi tarixi şəxsiyyətlər idi. Onlar artıq süqutu labidləşmiş çar rejimini yıxmaq və yeni bir sosialist, kommunist dövlət yaratmaq fikrində idilər. Nəticə etibarilə fevral inqilabından sonra Rusiyada iki hakimiyyətlilik yarandı və 1613-1917-ci illəri əhatə edən Romanovlar sülaləsi hakimiyyəti süquta uğradıldı. Bir tərəfdə müvəqqəti hökumət, digər tərəfdə isə fəhlə soveti formalaşdı. Bu hadisə baş tutarkən Bakı ərazisində də xüsusilə fəhlələr Rusiyada dövlət yaradan şəxslərlə həmrəy olduqlarını bildirdilər və Azərbaycan ərazisində də iki hakimiyyətlilik yarandı. Digər tərəf isə Zaqafqaziya komitəsi idi. Bu komitə isə martın 3-də yaradılmışdı və onun tərkibini Cənubi Qafqazın 3 əsas millətindən nümayəndələr təşkil edirdi. 1917-ci ilin oktyabrında Rusiyada müvəqqəti hökumət tarixdə Oktyabr inqilabı adı ilə yadda qalmış hadisə ilə dağıdıldı. Bununla paralel olaraq noyabr ayında isə Zaqafqaziya komitəsi komissarlıqla əvəz olundu. Burada da eyni qaydada Cənubi Qafqaz millətlərinin nümayəndələri öz xalqlarını təmsil edirdi. Müvafiq olaraq Gürcü, erməni və müsəlman nümayəndələr olmaqla, komissarlığın da təməl məqsədi Cənubi Qafqazda əmin-amanlığı təmin etmək və mövcud münasibətləri, xüsusilə fərqli millətlər arasındakı münasibətləri nizama salmaqdan ibarət idi. Lakin bu qurum da çox tezliklə tarixin tozlu səhifələrinə, əbədiyyata qovuşdu və 1918-ci ilin fevralında, daha dəqiq desək 14-də, öz yerini Zaqafqaziya Seyminə buraxdı. Seymin tərkibində müsəlman fraksiyasına 44 deputat daxil idi. Əslində faktiki baxsaq, Seymin müsəlman fraksiyası ilə müsəlman parlamenti rolunu oynayırdı. Lakin Gürcü, erməni və müsəlman deputatların arasında xüsusi bir yeşillik, birlik mövcud deyildi. Bu səbəbdə elə Seymin dağılmasına təkan verdi. 1918-ci il 25 may tarixində son iclas keçirildi. İclasdan bir gün sonra Gürcüstanda mayın 26-sında dövlət müstəqilliyi elan olundu. 27 may tarixində isə müsəlman fraksiyası ayrıca iclas keçirdi və Azərbaycan müstəqilliyini elan etmək qərarına gəldilər. Bu zaman yaradılan Milli Şuranın sədri Məmməd Əmin Rəhsuzadə seçildi. İclasa sədrliyi isə Həsən bəy Ağayev edirdi. İclasda iştirak edən Həsən bəy Ağayev sədr, Mustafa Mahmudov katib
Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Nərman Nərmanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Asyan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbəbəyov, Məmməd Yusif Cəfərov, Xudadad bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camil bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlikyeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın istiqlaliyyət bəyannaməsini qəbul etdilər. İstiqlal bəyannaməsi Azərbaycan tarixində ən mühüm sənədlərdən biri hesab olunur. Bu səbəbdən də onun mətnini tam şəkildə sizə təqdim etməkdən böyük qürur duyuruq. Nəzərinizə çatdıraq ki, orijinal mətn ərəb əlifbası ilə yazılmışdı və biz onun Azərbaycanca tərcüməsini sizlərə təqdim etməklə bərabər orijinal mətni də videoda yerləşdirəcəyik. Gəlin İstiqlal bəyannaməsi ilə bir daha tanış olaq. Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın Rus orduları tərəfindən tərkibinə mövcud bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndi qəvai məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqai siyasiyyənin inkişaf etməsi üzərinə Gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzündən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü. Rusiya ilə Osmanlı İmperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazirə-i siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən Aray-i Ümumiyyə ilə intixab olunan Azərbaycan, Suray-i Milliyyə-i İslamiyyəsi bütün cəmaətə elan ediyor ki, 1. Bugündən etibarən Azərbaycan xalqi hakimiyyət həqqinə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi, kamil əl-hüquq müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin şəkli idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassəsə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti həsənə təsisinə əzm edər. 4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquq-i siyasiyyə və vətəniyyə təmin edər. 5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır. 6. Məclis-i Müəssiyan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Aray-i Ümumiyyə ilə intixab olunmuş Şuray-i Milli və Şuray-i Milliyə qarşı məsul hökumət müvəqqəti durur. İmzaladı Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camil bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nərman bəy Nərmanbəyov, Cavad Məlikyeqanov, Mustafa Mahmudov. Bəyannamə imzalandıqdan sonra mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Bu dövlətin əsası Azərbaycan ərazisində deyil, Tiflisdə qoyulmuşdu. İyul ayının 16-sında AXC Tiflisdən Gəncəyə köçür. Bu zaman isə əsas problem Bakı olaraq qalır. Hatırlayırsınızsa videonun əvvəlində qeyd etmişdik ki, Bakıda fəhlə soveti hakimiyyəti bərqərar idi. Buna Bakı Xalq Komissarları Soveti də deyilirdi. Rəhbəri Stepan Şamyan olan bu qurum nəticə etibarilə özündə separatçı meyillərə ehtiva edirdi. AXC Gəncəyə köçdükdən sonra isə Bakını xilas etmək üçün Osmanlı İmperiyasına müraciət etdi. Hərbi nazir Ənvər Paşa bu işi qardaşı Nuru Paşaya tapşırdı. Bəzi mənbələrdə qeyd olunur ki, Nuru Paşa ilk əvvəllər yeni yaranmış bu dövlətə qarşı şübhəçi mövqedə çıxış etmişdi. Lakin daha sonra münasibətlər nizama salındı. Bu şübhənin əsas meyarı qismində isə AXC-nin həddindən artıq demokratik olması dayanırdı. Nuru Paşa ilə danışıqlardan sonra qərarı alınır ki, Milli Şura buraxılsın və mövcud hakimiyyət Müəssislər Məclisi, yəni parlament çağırılana qədər Fətəli xan hökumətinin əlində olsun. Həm qanunverici, həm də icraedici hakimiyyətdən söhbət gedirdi. Məsələ onunla ibarət idi ki, Milli Şura qanunverici hakimiyyəti təmsil edirdi. Milli Şura öz fəaliyyətini dayandırdı və Fətəli xan Xoyskinin başçılığı altında ikinci hökumət formalaşdırıldı.
Bundan sonra əsas diqqət və hədəf heç şübhəsiz Bakı idi. Osmanlı ilə birlikdə Qafqaz İslam Ordusu yaradıldı. Hadisələr elə cərəyan etdi ki, AXC Bakıya mütləq daxil olmalı idi. Məsələ onunla ibarət idi ki, iyulun 10-da Bakı Soveti qoşunları AXC-ni təmiz siyasi səhnədən silmək üçün ona qarşı hücuma başladı. Lakin Nuru Paşa öndərliyində qoşunlar Göyçay yaxınlığında rəqibi darmadağın edərək Bakıya qədər olan ərazini təmizlədi. Bundan sonra Bakı əhalisi arasında Xalq Komissarları Sovetinin yeritdiyi siyasətə qarşı nifrət formalaşdı və iyulun 31-də hakimiyyət SR Menşevik və daşnaqların əlinə keçdi. Onlar isə Sentrokaspi diktaturası adlanan bir qurum yaratdılar. Eyni zamanda həmin dövrdə Britaniya qoşunları da Bakı neftinə sahib olmaq üçün bura gəlmişdi və antisosialist biri olan Bakı ətrafında mövqe tutmuş General Biçeraxov onlarla gizli şəkildə razılığa gələrək Nuru Paşanın qoşunlarına qarşı birgə mübarizə aparmağa qərar almışdı. Lakin çox keçmədən həm ona, həm də Britanlara aydın oldu ki, bu mübarizədə qalib tərəf Qafqaz İslam Ordusu olacaq. Bu səbəbdən də onlar mübarizədən uzaqlaşdılar. Sentyabr ayında baş verən toqquşma nəticəsində AXC ordusu Bakını SR Menşevik və daşnaqlardan təmizlədi. Sentyabrın 15-i isə Bakı azad oldu. Ayın 16-sı Bakıda qalibiyyət paradı keçirildi və 17 sentyabr paytaxt Gəncədən Bakıya köçürüldü. Bundan sonra əsas hədəf Azərbaycan parlamentinin yaradılması ilə bağlı idi. Təbii olaraq ona kimi bir çox tədbirlər də həyata keçirilmişdi. Misal üçün 9 noyabr tarixində Cümhuriyyətin bayrağının qəbul edilməsi kimi. Noyabr ayının 16-sında Milli Şura yenidən fəaliyyətini bərpa etdi və Azərbaycan parlamentinin yaradılması haqqında qanunu 19 noyabr tarixində qəbul etdi. Əslində parlamentin ilk iclası 3 dekabr tarixində qərarlaşdırılsa da, Rus və ermənilərin bəzi separatçı fəaliyyəti nəticəsində 7 dekabr tarixində ilk iclas keçirildi. Parlamentin iclasında Müsavat fraksiyasının təşkifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilir. Əlimərdan bəy Topçubaşov bu vaxt İstanbulda olduğu üçün parlamentə Həsən bəy Ağayev sədrlik edir. 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti parlamentin Ağsaqqallar Şurasının iştirakı ilə keçirdiyi iclasında Avropada Ümumi Sülh Konfransında iştirak etmək üçün parlamentin sədri Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Parisə göndəriləcək xüsusi nümayəndə heyətini müəyyən edir. Parlament öz fəaliyyəti dönəmində 270 müzakirə olunan qanundan 230-unu qəbul edib. Onun ilk iclası 7 dekabr tarixində keçirildiyi halda, son iclası 1920-ci il 27 aprel tarixində keçirilib. Parlamentin iclasından sonra ikinci hökumət buraxılır və üçüncü hökumətin yaradılması üçün yenidən Fətəli xan Xoyskiyə göstəriş verilir. O isə 26 dekabr tarixində üçüncü hökumətdə formalaşdırır. Bundan sonra isə əsas diqqət bu yeni yaranmış dövlətin beynəlxalq aləmdə tanınması məsələsi idi. Bu məqsədlə onlar Paris Sülh Konfransına getməyi və orada AXC-ni dünya dövlətlərinə tanıtmağı öz öhdələrinə götürür. 1919-cu il yanvarın 20-sində nümayəndə heyətimiz Əlimərdan bəy Topçubaşovun başçılığı altında Parisə getmək üçün İstanbula gəlir. Lakin elə bütün çətinliklər burada yaranır. Fransa səfirliyi Parisə getmək üçün nümayəndə heyətimizə viza vermək istəmir və böyük çətinliklər hesabına bu heyət may ayının əvvəllərində Parisə daxil olur. Burada da böyük təzyiqlərlə üzləşmələri onların əzmini sındırmır. Bir neçə dəfə Fətəli xan Xoyskiyə məktub yollayan Əlimərdan bəy müttəfiqlərin AXC-ni tanımaq istəmədiyini bildirmişdi. Lakin sonunda ABŞ prezidenti Woodrow Wilsonun qəbul etdiyi bu tərkibə Əlimərdan bəy Topçubaşov, Məmməd Həsən bəy Hacınski, Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Miryaqub Mehdiyev daxil idi və onlar son nəticədə bu konfransdan de facto şəkildə AXC-nin tanınmasını təmin etdilər. Qərara görə 1920-ci ilin 1 aprelindən etibarən bir çox dövlətin Azərbaycanda nümayəndəlikləri açılacaqdı. Lakin təəssüflər olsun ki, hadisələr çox fərqli cərəyan etdi. 1917-ci ilin oktyabr inqilabından sonra hakimiyyət fəhlə kəndli rejimi olan Sovet dövlətinin əlində idi və başında Vladimir Lenin dayanmışdı. Sovetlərin Azərbaycana xüsusi marağı var idi və nəticə etibarilə bu kiçik və gənc dövlətin ələ keçirilməsi hər şeydən əvvəl Bakı neftinin, daha sonra isə digər sərvətlərin ələ keçirilməsi demək idi. Həmin dövrdə cərəyan edən hadisələr də elə bunun üçün xüsusi zəmin formalaşdırmışdı. Mövcud dünyanın başının dünya müharibəsindən sonraki vəziyyətə qarışması, təzminat məsələləri, ümumi olaraq nəticələrə fokuslanmaq və bu minvalla bu cür gənc dövlətlərin Sovet istilasına məruz qalmasına məhəl qoymamaq həmin dövr siyasi arenasının bir eybi sayılmalıdır. De facto tanınan AXC istənilən halda bu cür hadisə ilə qarşı-qarşıya qalmalı deyildi.
1920-ci ilin aprelində ümumi vəziyyət çox gərgin idi. Sovetlərdən ölkəyə müdaxilə artmış, ölkə daxilində olan kommunist təşkilatların mərkəzdən qaçma meylləri çoxalmışdı. Bu səbəbdən də 1920-ci ilin mart ayında 6-cı hökuməti formalaşdırması üçün Məhəmməd Hacınskiyə tapşırılan iş onun çoxsaylı səylərindən rəğmən bəhrə vermir. Sovet qoşunları 1920-ci ilin aprelin 25-i şimaldan hücuma keçir. Yalamanı tutub Bakı ətrafında mövqe tuturlar. Daha sonra isə onlar AXC hökumətindən hakimiyyəti dinc yola təhvil vermək istəyirlər. Parlamentin son iclası 27 aprel tarixində keçirilir və hakimiyyət dinc yola təhvil verilir. Qırğının önünə keçirilməyə çalışıldığı halda bolşeviklər qırğın etməkdən əl çəkmirlər. Nəticədə isə aprelin 28-də Azərbaycan tarixində ən qara günlərdən biri olur. 23 aylıq demokratik fəaliyyətin sonunda Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayır. AXC niyə dəyərlidir? Bu sual yəqin ki, bir çoxumuzu düşündürə bilər. Cavablar isə çox olmaqla bərabər onu deyə bilərik ki, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən, qurulmasının ardından əsas məqsədlərindən biri demokratiya simvolu olan parlamentin yaradılması olan, çox çətin tarixi şəraitdə böyük və tiran dövlətlərin ətrafında bir demokratiya simvolu formalaşdıran dövləti niyə sevməyəsən ki? Nəticə itibarilə bu hər şeydən öncə bir fikirdir və bu gün o fikrin təzahüründən 104 il ötür. Hər bir Azərbaycanlıları BeynX kanalı olaraq təbrik edir və bu tip tarix videolarının təqdim edilməsi üçün bizə dəstək olmalısınız və eyni zamanda hansı tarixi hadisələri sizlərə təqdim etməyimizi istədiyinizdə rəylərdə bizə bildirməyinizi xahiş edirik. Sağ olun, salamat qalın. Cümhuriyyət gününüz mübarək. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prensipini və insan haqqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət güneşi, Qızıl İstiqlal zülmü altında inleyen əziz vətənimizdə 1918-28 Mayıs kimi yeniden doğacaktır. Buna qətiyyən şübhə etmeyiniz vətəndaşlar. Üç renkli İstiqlal bayrağını göçlerinde gezdiren buradaki vətən ailesi bizlerden, orada her cüre korku ve tezyiq altında dərdləri istiqlal eşqiyle çırpınan azadlıq ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal qurbanlarının əziz ruhları huzurunda hürmətle əgilir ve her iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytiyle dile getirirəm. Sen bizimsen, bizimsen, durdukça bədəndə can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azərbaycan.